Əmirül Müminin əleyhissalam bir mübarək hədisdə belə deyir. İxtəbiru şiəti bi xusləteyn. Mənim şiələrimi iki xislətlə imtihan edin. Fəin kanətə fihim fəhum şiəti. Əgər bu iki xüsusiyyət onlarda varsa, o mənim şiəmdir. Ola bilər ki, bir insan gəlir İmam Hüseyin rozasında ağlayır. Gəlir bir insan fərz edək, nə bilim, insanlara hörmət etməkdə, ikram etməkdə canı başdan çalışır. Lakin bu məsələ, bu xüsusiyyətlər yetərmi ki, bir insan özünü Əmirül Müminin şiəsi hesab eləsin, Əli şiəsi özünə desin? Əli əleyhissalam deyir ki, xeyr, yetmir. Baxın, görün, iki xüsusiyyət onda varsa, o mənim şiəmdir. Əgər o xüsusiyyət yoxdursa, onda fəhum leysu min şiəti. Onlar mənim şiələrimdən deyil. Soruşlar, ya Əmirəl Müminin, hansı iki xüsusiyyətdir? Həzrət buyurdu, muhafizətuhum əla ovqatis sələvat. Birincisi, namazın vaxtlarına diqqətli yanaşmaları və ikincisi, və muvasatuhum mə ixvanihimil müminin bil mal. İkincisi, mal dövlətdə gör o insanlar öz mömin qardaşlarına əl uzadırlar, ya yalnız mən yeməliyəm, mən qazanıram, mənimdir, hər şey mənimdir, hər kəsi özündən uzaq saxlayır. Nabada o insan məndən bir şey istəyən auzubillah. Həzrət buyurur ki, və in ləm təkuna fihim. Əgər bu iki xüsusiyyət, yəni dünya malında və namaz vaxtlarında diqqətli deyilsə, fə'uzub, sümmə uzub, sümmə uzub. Uzaq durun. Bir daha uzaq durun, bir daha uzaq durun. Həzrət 3 dəfə təkid elədi ki, onlar bizim şiələrimizdən deyirlər.